Vitraj həm şəffaf, həm də rəngli şüşə üzərində hazırlana bilən bəzək sənətidir. Vitraj texnikasından istifadə etməklə həm milli, həm də klassik təsviri sənət nümunələrini müxtəlif səthlərə köçürmək mümkündür. Boşqablar olsun və ya deyək ki, dəmliklər olsun, bunların üzərində rəsmlər çəkərək başlamışam. Daha sonrasında isə artıq böyük tabloları yağlı boya ilə çəkilmiş bizim məsələn tanınmış rəssamlarımızdan Toğrul Nərimanbəyovun İçəri şəhər xatirələri əsərini deyə bilərəm. Onu şüşə üzərinə köçürmüşəm və bir çox dünya şöhrətli rəssamların əsərlərini şüşə üzərinə köçürmüşəm. Vitraj texnikasını tablolarla yanaşı bu cür armudlu stəkanların üzərinə də işləmək mümkündür. Keramika məmulatları isə həm qəlib vasitəsilə, həm də əl ilə formalaşdırılaraq hazırlanır. Materialın növündən asılı olaraq texniki yanaşma dəyişir. Bu isə funksional və dekorativ məqsədli müxtəlif işlərin ərsəyə gəlməsinə imkan yaradır. Gildən həm keramika qablar hazırlamaq mümkündür, həm də farfor gilindən istədiyin formanı verə bilərsən. Bunlar sadəcə gillərin növləridir. Ancaq ümumiyyətlə sahə olaraq bu belədir ki, texnika olaraq daha doğrusu qəlibə tökərək də hazırlaya bilirsən. Əllə sıfırdan forma verərək də, yoğuraraq da onu hazırlamaq mümkündür. Qəliblə hazırlanan işlərlə əllə formalaşan nümunələr bir arada işlənir. Amma hər biri fərqli xarakter daşıyır. Bu da hər bir əşyanı standart məhsuldan çox fərdi bir sənət əsərinə çevirir. Röya Salmanova, Nail Şahbazov, Telesəhər.